xoş gördük hər biriniz növbəti video dərsimizdə. Biz bugün 2-ci sinif şagirdləri üçün Azərbaycan dili dərsliyindən 10-cu hissəciyinə uyğun iş vərəqlərini izah edəcəyik. Gəlin vaxt itirmədən keçək tapşırıqların izahına. Hansı sözdə 4 cür hissəciyi var? Baxaq, təbii ki, biz bilirik ki, ıncı şəkilsi daha çox saylarla birlikdə işlənir və sıra sayları yaradır. Diqqətli olanlar 5-ci sözünü gördü. 5-ci və düzəltmə sözləri yaradır. Incə hissəciyi hansı sözlərə qoşulur? Ad bildirən, hərəkət bildirən, əlamət bildirən, yoxsa say bildirən. Elə indicə dedim ki, say bildirən sözlərə qoşulur. Hansı söz neçənci sualına cavab verir? 1, çox, xeyli, 7-ci. Neçənci? 7-ci. Daha çox sıra sayları neçənci sualına cavab verir və incə, 10-cu hissəciyi ilə düzəlir. İncə hissəciyi qoşulmuş söz hansı suala cavab verir? Təbii ki, indicə dedik ki, neçənci sualına cavab verir. Cədvəli tamamlayın, gəlin tamamlayaq. Say, rəqəmlə, hərflə. 5 yazaq. 5-ci dostlar. Deməli, sonra 2, ikinci. Devam edək. 14-cü. 14 özdə mürəkkəb saydı. 14-cü. Devam edək. Növbəti. Deməli, devam edək. Hansı say səhv yazılıb? 50-ci, 7-ci, 12-ci, 14-cü. Sözsüz ki, burada cucu şəklində yazılmalıdır. 50-ci sözü səhv yazılıb. Hansı cümlədə incə hissəciyi işlənmiş söz var? Kamilgil 10-cu mərtəbə yaşayırlar. Biz oyuncaqları qutuya yığdıq. Mən kitab oxumağı xoşlayıram. Televizorda maraqlı kino verilir. Sözsüz ki, baxın, burada 10-cu sözündə incə, 10-cu hissəciyi işlənmiş söz var. Diqqətli olanlar gördülər. Verilmiş sayın rəqəmlə yazılışı neçədir? 57-ci. Təbii ki, gedib burada 57-ni götürməyin. Çünki bu 57-cidir. Ona görə C variantı doğru cavabdır. Yəni, bu şəkildə yazılışı doğru deyil. Səhv yazılmış sayları müəyyən edin. Gəlin baxaq. Səhv yazılıb. 18-ci olmalıydı. Səhv yazılıb. 70-ci düzdür. 5-ci olmalıydı. Səhv yazılıb. 4-cü düzdür. 15-ci düzdür. 100-cü düzdür. 1-ci düzdür. 50-ci səhvdir. 10-cu səhvdir. Yönən yazılıb. Belə bir video dərsimizin daha sonuna gəldik. Amma gəlin davam edək. Axıra qədər izah edək. Dəqiqə. Növbəti iş vərəqində izah edək. Burada saxlamayaq. Saylara incə hissəciyi əlavə edin. Gəlin yazaq. 6-cı. 10-cu. 5-ci. 4-cü. 80-ci. 20-ci. 1-ci. 34-cü. 4-cü. Davam edək dostlar. Deməli, uyğunluğu müəyyən edin. Gəlin müəyyən edək. 10-cu. 3-cü. 6-cı. 7-ci şəklində olacaq. Cümlələrdə incə hissəciyi işlənmiş sözlərin altından xətt çəkin. Təbii ki, incə 4 cür. Səlim 1-ci sinifdə. Səlim 1-ci sırada dayanıb. 1-ci. Mən rəngdə göstərəcəm. 5-ci mərtəbədə təmir işləri gedir. 5-ci. Sabah 2-ci gündür. 2-ci. Əli növbədə 10-cudur. 10-cu. Hansı saylara incə hissəciyi əlavə etmək olar? Həmin sayların xanasını rəngləyin.
altıncı, mininci, çoxluncu demək olmur. İkinci, azıncı demək olur. Məsələn, 30-cu, bir də 15-ci. Xeylinci də demək doğru deyil. Davam edək. Buranı işlədik. 5-ci tapşırığa baxaq. Rəqəmlərlə verilmiş sıra saylarını hərflərlə yazın. Gəlin yazaq. Bir dəqiqə. 60-cı. Davam edək. 98-ci. 71-ci. 33-cü. Yazaq 33-cü. Növbətisini yazaq 8-ci. 10-cu. 30-cu. Belə bir video dərsimizin daha sonuna gəldik dostlar. Siz də bu cür izahların səhifəmizdə daha çox olmasını istəyirsinizsə, kanala abunə olun, videoları bəyənin və dostlarınızla paylaşın. Hər birinizə uğurlar arzu edirəm, müvəffəqiyyətlər arzu edirəm. Sizinlə mən idim, İncəgül müəllimə İsmailova. Sağ olun, görüşmək ümidi ilə.